Suriyadakı Kürd silahlı birləşmələrinin rəhbərinin nə deməsindən əlbəttə ki, asılı olmayaraq PKK terror təşkilatının başçısı Abdullah Öcalanın təşkilat üzvlərinə silahlarını yerə qoymaları ilə bağlı çağrışı qardaş ölkədə terrorun bitmə ehtimalına dair yeni bir gündəm yaradıb. Əməkdaşlarımız Nərmin, Kərim və Yalçın Tahiroğlu'nun isə 10 minlərlə günahsız insanın həyatına son qoyan bir terror təşkilatından və onunla mübarizəsinin tarixçəsindən danışacaq bir reportajı var. Onu izləyək. Partiya Karkerin Kurdistanı. Türklərin təbirincə desək, namı digər PKK. Türkiyənin şərqi, şimal-şərqi, İraqın şimalı, Suriyanın şimal-şərqi və İranın şimal-qərbini əhatə edən bölgədə müstəqillik elan etməyə, bunun üçün də sözü gedən torpaqlara nəzarət ələ keçirməyə çalışan terror təşkilatı. Avropa Birliyi ölkələri, NATO, ABŞ-da daxil olmaqla bir çox dövlət və təşkilat PKK-nı terror qruplaşması kimi tanıyır. 1978-ci ildən, yəni Abdullah Öcalan tərəfindən yaradıldığı gündən bu yana əhatə etdiyi ölkələr üçün ciddi təhdid halına gəlib. Əsas hücumları Türkiyə hökumətinin üzvlərinə, təhlükəsizlik qüvvələrinə, hərbçilərə yönəlib. 1984-cü ildən 2020-yə qədər ən az 30 min mülki şəxs PKK terrorçuları tərəfindən qətl edilib. Ən qanlı il isə 2015 sayılır. Səbəb 2013-2015-ci illərdə terror təşkilatı ilə sülh danışıqlarının aparılması idi. Danışıqların uğursuzluqla nəticələnməsinin ardından PKK Türkiyəyə hücumları artırdı və Suriyanın şimalında hərbi əməliyyatlarını gücləndirdi. Avropanın ən qanlı terror təşkilatı adlandırdığı PKK-nın bəzi mənbələrə görə qadınlar da daxil olmaqla 60 min silahlısı var. Hətta təşkilatın 40%-ni qadınlar təşkil edir. Güclənmə demişkən, PYD, YPG 2003-cü ildə PKK-nın nəzarəti altında qurulan iki ayrı qruplaşmadır. Lakin başçı heyəti strategiya, taktika, hərbi quruluş və maliyyə qaynaqları baxımından birdir. Sual oluna bilər. Bəs az qala bütün böyük güclər tərəfindən terror təşkilatı adı verilən PKK bu qədər gücü və ya hərbi imkanı hardan əldə edir? Əslində məntiq də burada iflasa uğrayır. Təşkilat özünə maddi dəstəyi təmin etmək üçün narkotik və insan ticarəti, çirkli pulların yuyulması yaxud qaçaqmalçılıqla məşğuldur. 2010-cu ilin məlumatına görə PKK təkcə narkotik ticarətindən 50-100 milyon dollar arasında gəlir əldə edib. Bundan başqa təşkilat bəzi qərb ölkələrindən maddi, hətta silah və təchizat dəstəyi alır. Elə məhz bu məqam əsl məqsədin nə olduğunu deməyə əsas verir. Bu tür örgütler her zaman bir takım dış güçlerin aparatları olarak kurulurlar. Vekaleten savaş dediğimiz, hibrit savaş dediğimiz bir yöntem vardır. Burada da terör örgütlerinden istifade ederler. Örgütün arkasında önünde kimin olduğu artık günümüzde daha net bir şekilde ortaya çıktı. Yarım əsrə bərabər bir tarix içində unudulmayacaq daha bir məqam var. O da PKK-nın Ermənistanla əlaqələri. Hansı ki bu əlaqələr Türkiyəyə təzyiq xarakteri daşıyır. Yəni düşmənimin düşməni mənim dostumdur prinsipi. Bir də Türkiyə bir çox sahələrdə Azərbaycanın müttəfiqidir. Dolayısıyla iki ölkədən birinə dəyən zərbə digərinə dəymiş sayılır. Azərbaycan torpaqlarının işğal altında olduğu və işğala qədərki dövrdə PKK terrorçularının erməni terrorçuları ilə işbirliyində olduğunu, Azərbaycana qarşı həyata keçirilən işğalçılıq müharibəsində PKK terrorçuların da iştirak etdiyini yaxşı bilirik. Eyni zamanda PKK terrorçularının düşərgələrində də erməni terrorçularının deməli təlim keçdiyi barədə çoxsaylı məlumatlar var. Türkiyə Silahlı Qüvvələri indiyədək PKK-ya qarşı onlardan Pənçə, Pənçə Kaplan, Pənçə Yıldırım, Pənçə Kilit, Barış Pınarı, Zeytin Dalı, Fırat Kalkanı kimi hərbi əməliyyatlar həyata keçirib. Lakin deyəsən yarım əsrə bərabər qanlı dövr terrorçuların geri addım atması ilə başa çatır. Kongrenizi toplayın ve karar alın. Tüm gruplar silah bırakmalı ve PKK kendini feshetmelidir. Çağırış oxunduğu ilk andan Türkiyədə müxalifət cəbhəsi də daxil olmaqla bir çox siyasi dairələr Abdullah Öcalanın silahların yerə qoyulması çağrışına müsbət reaksiya verib.
Şərhçilər isə Türkiyənin tezliklə terrorsuz bir səhərə oyana biləcəyi qənaətindədirlər. Hətta onların fikrincə silahların yerə qoyulmasına PKK-nın martda keçirilməsi gözlənilən qurultayından sonra başlana bilər. Lakin güvənməyənlər də var. Türkiye Cumhuriyeti Devleti işin olumsuzluğuna hazırdır zaten. Hazırlanarak zaten bu yola çıkmıştır. Devletin zaten vatandaşına, milletine sözü var. Son terörist kalıncaya kadar terörle mücadelemi devam ettireceğim. Bu kan akıtarak olmasın. Silahlarını bıraksınlar, bu iş bitsin. Əks halda Türkiyənin B planı var. İcrasına ehtiyac olub olmayacağı isə zaman işidir. Nərmin Kərim, Yalçın Tahiroğlu, Xalid Əliyev, ASTV Xəbər.